Məzarsız şəhidin sükutu. 1968-ci ilin 11 iyun günündə Cəbrayıl rayonunun Xanağabulaq kəndində dünyaya gəlmiş, 1993-cü ilin 23 avqust günündə Cəbrayıl rayonunun Daxtumaz kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş məzarsız şəhidimiz Allahquliyev Mahir Məhəmmədoğlunun əziz və heç zaman unudulmayan xatirəsinə həsr olunur. Şeirin müəllifi Əlisəfa Quliyevdir. Şeir şəhidimizin bacısı qızı, ədəbiyyatşünas Sərvanə xanım Daxtumazın istəyi ilə səsləndirilir. Daxtumaz uğrunda gedən döyüşdə 6 igidimiz canından keçib, Mahirlə birlikdə 6 silahdaş şəhidlik zirvəsin haqq yolun seçib. Yenicə olmuşdu toyu Mahirin, bu yerdə tükənər sözü şairin. Vətən dedi, sındırmadı sözünü, yolda qoydu anasının gözünü. Bətnində körpəsi, nazlı nigarı, nigaran baxırdı dağlara sarı. 6 qəhrəmandan yox idi xəbər, hər biri vətənə sadiq, mötəbər. Neçə ildə bircə xəbər gəlmədi, anamın, bacımın üzü gülmədi. Mahir şəhid oldu, Mahir ölmədi. Onun şəhidliyin ana bilmədi. İncə körpüsündə döyüşən igid, 25 yaşlı məzarsız şəhid, Xanağabulağa qaydaydı kaş, övladı sadiqə olaydı sirdaş. Bəy otağındakı yanmış xalçası, adını yazdığı dəmir parçası, alnında donubdu şəhid yazısı. Bitəydi illərin ağrı acısı, həsrət ilə köçdü dünyadan ana. Rəhmət diləyirəm Allahdan ona, davanı zəfərlə yetirdik sona. Qovuşduq, qovuşduq Mahirin səssiz ruhuna. Qovuşduq Mahirin səssiz ruhuna, səssiz ruhuna.